Namik deyir. Ağsaqqal baba, çox sağ ol bu köməyi istəyin və mənə kömək edəcəyini dediyin üçün. Mənim bir fikrim var. Görəsən bu fikir işə yaraya bilərmi ağsaqqal baba? Ağsaqqal deyir. Hə oğlum, işə yarayarmı onu danışandan sonra bilərik. De görüm fikrin nədir? Namik deyir. Ağsaqqal baba, mən saxta 100.000 manat tapıb sənə versəm, ya da mən 100.000 manadı Namiqə verəndə telefonla məni videoya alsan, çəksən, onu kənd əhalisinə, cəmaatına göstərsəm, hər şey bilinəcək. Amma səslər yaxşı aydın olmalıdır. Ona görə də mən özümlə bir gizli mikrofon götürməyi fikirləşirəm. Bu evdə var idi. Mən çoxdandır bir mikrofon almışdım. Elə belə alıb qoymuşdum. Deməli bu günlər üçün lazım olarmış. Ağsaqqal deyir. Hə oğlum, gözəl fikirdir. Onda mən sizi çəkərəm. Amma necə olacaq? Namik deyir. Ağsaqqal baba, sən gizli bir tərəfdə dayanarsan və Fərhadla məni çəkərsən. Ağsaqqal baba, amma elə gizli olsun ki, heç sən görünmə. Telefon belə görünməsin. Çünki Fərhad bir şeydən şübhələnsə, onda çox çətin olacaq. Çətinlikli qalacağıq. Bilmirəm necə olacaq. Ona görə də çox gözəl bir yer tapmalıyam və Fərhadı ora çağırmalıyam. Bizim kəndin yuxarısında ağaclıq bir yer var. Ora çağırsam daha yaxşı olar elə gəlir. Onsuz da Fərhad və mən ikimiz bir tərəfdə qalanda Fərhad görəcək heç kim yoxdur. Bütün mənə etmək istədiyi pislikləri və mənim quyruğumu qazmaq istədiyim hamısını mənə deyəcək. Xəbəri amma olmayacaq ki, mikrofon var məndə və sən də bizi çəkdiyini heç kim bilməyəcək. Sadəcə ikimizin arasında qalacaq və bunu heç kim bilməyəcək. Mən fikirləşirəm ki, bir axşam bunu edək. Hə, oğlum, edək. Bu iş çox yaxşı olar. Bəlkə daha yaxşı olar və sən şəhərlidən çıxarsan, şəhərdən qurtularsan. Fərhad da öz qazdığı quyunun içində düşər, quyuda qalar. Onu heç kim çıxartmaz. Çünki əvvəl-axırı o onsuz da o quyuya düşəcək. Biz heç nə etməsək belə düşəcək, amma tədbir almaq lazımdır oğlum. Birdən heç nə olmadı. Amma o gecə təzə cəzasını alacaq. Ona görə də gəl dediyini edək. Yaxşı fikirdir, hə? Fərhad deyir. Yaxşı, ağsaqqal baba. Fərhadın nömrəsi məndə var. İndi o nömrəyə zəng edəcəm və deyəcəm ki, yuxarıda, kəndin yuxarısındakı ağaclıq yerə gəl. Axşam vaxtı olduğu üçün heç bir şeydən şübhələnməyəcək. Çünki hava qaranlıq olanda hamı yatmış olacaq və saat 9-da bizim kənddə az adam oyaq olur. Fərhad da bunu elə fikirləşib gedəcək. Mənim dediyim yerə gələcək. Çünki o pulu istəyir. Və bunu heç kimə deməyəcəyini düşünürəm. Çünki kiməsə desə, onda onun yalanın üstü açılar. Onda onun şəhərin yalanın üstü açılar. Ona görə də bu çox gözəl fikirdir, ağsaqqal baba. İndi Fərhada zəng edim, sonra da sənə telefonu verim və Fərhada dediyim yerə gedim. Sən də mənim biraz sonra gələrsən çəkməyə. İkimizi qayd edib kənd cəmaata göstərərik və mənim bu şəhərdən xilas olmama kömək edərsən. Çox sağ ol. Ümid edirəm bu alınar, bu səfər planımız alınar. Düz deyirsən oğlum, düz deyirsən. Əgər alınsa, onda rahatçılıqda olacağıq. Heç kimsə onun üzünə baxmaz. Yavaş-yavaş bütün insanları onsuz da özündən soğudur və hamıya şər atıb pulu qazanıb və başqa tərəfə getmək istəyir. Ya da başqa bir kəndə getmək istəyir. Elə fikirləşir deyə fikirləşirəm. Çünki bu kənddə onu tanıyanlar artacaq və o birisi kənddə tanımayan olacaq onun çoxlu, orada qalacaq. Onlar da şərləyəcək. Çox pis olacaq. Cəmaət çətinlikdə qalmasın. İndi o saxtakarın üzü bilinsin kimdir, kim deyil. Ağsaqqal və Namik yola çıxdılar. Amma ondan əvvəl Fərhada zəng etdilər. Fərhada zəng edəndən sonra Fərhad telefonu açır deyir. Alo, Namik, nə olub? Niyə zəng eləmsən? Hə? Yenə qoyunu, inəyimi almaq istəyirsən? Namik deyir. Ay Fərhad,
Boş boşuna deme. Onsuz da yanımızda heç kəs yoxdur. Ya mənim telefonumun yanında kimsə var, ya da sənin. Fərhad deyir. Hə, onsuz da bilirəm, hə, düz deyirsən, heç kim yoxdur. Sadəcə səni yoxlamaq istəyirdim. Nə deyirsən, tez ol. Namiq deyir. Fərhad, sən məndən 100.000 manat pul istəyirdin. O pulu birdəhər yığdım, tapdım. Gəl indi kəndin yuxarısındakı ağaclığa, orada verim sənə o pulları. Fərhad deyir. Niyə görə ağaclıq? Mənim evimə gələ bilməzsən ki, onsuz da heç kim görməyəcək. Mənim evimə gəlib pulları verdiyini heç kimsə bilməyəcək. Namiq deyir. Hə, düz deyirsən Fərhad, amma yerin də qulağı var. Nə olsun ki kətdi, birdən kimsə gördü, sənin də başın dərdə girəcək. Heç fikirləşməmisənmi bunu? Namiq bunu deyəndən sonra Fərhad fikirləşir ki, hə, onsuz da ağsaqqal mənim tərəfdədir. Və məni belə görsələr, onda lap pis olar. Çünki mən hələ çox adamı şəlləməliyəm. İçindən fikirləşir. Və deyir Namiqə. Namiq, yaxşı, saat 9-da gəlirəm. Əgər sən saat 9-da gəlməsən, mən hamını ayağa qaldırıb deyəcəm. Bir oyun edəcəm, başına bir oyun gətirəcəm və sənin qoyunu qazacam, xəbərin olsun. Namiq deyir, yaxşı, sən deyən olsun, mən pulu yığmışam, gətirəcəm. Və telefonu bağlayır Fərhad. Sonra fikirləşir, gedim, nə zəyini var, pulum olsun, istədiyim olsun. Onsuz da mənə qalib gələ bilməz. Fərhad Namiqin dediyi yerə gedir. Kəndin yuxarısındakı ağaclığa gözləyir. Və 1-2 dəqiqə keçindən sonra görür ki, Namiq əlində pul sumkası ilə gəlir. Və çağırır. Fərhad, hardasan? Fərhad deyir. Buradayam, səni gözləyirəm bayaqdan. Amma heç bir saat belə keçməmişdi. Sonra Namiq deyir. Bunun içindədir sənin istədiyin pullar. Amma sənə bir söz soracağam. Bütün üzərimə atdığın şərləri, böhtanları mənə uzaq etməlisən. Yəni, bütün hamıya deməlisən ki, mən şər böhtan atmışdım. Fərhad deyir. Sən pulu ver, boş ver, axırı nə olacaq? Mən özüm biləcəm. Sənə mən nə edəcəm? Namiq deyir. Yox, mən sənə o boyda pul verirəm. Mən niyə görə o boyda pul verib sənin dediyini etməliyəm? Fərhad deyir. Sən heç nə edəcək halda deyilsən. Hər kəs mənə inanır. Hər kəs mənim suçsuz, sənin günahkar olduğunu bilir. Elə fikirləşirlər. Və Namiq deyir. Yaxşı, ala, buradadır. İstəyirsən say bax. Bütün istədiyin 100.000 buradadır. Fərhad əlindəki Namiqin pul çantasını götürüb elə həmən yerdə pulları sayır. Hava orta qaranlıq deyildi. Ay işığında pulları görmək olurdu. Və deyir. Sabah onsuz da mən sənin üzərinə atdığım böhtanı şəri qaldıracağam. Qorxma. Namiq deyir. Və bunları deyəndə isə ağsaqqal bir tərəfdən onları çəkirdi. Qava qaranlıq olduğuna görünmürdü. Fərhad ora-bura baxsa da heç kəs görmürdü. Və onsuz da ağsaqqal heç nə edə bilməz. Onsuz da mən onu özüm adamımdır, mənim adamdır. Niyə görə Namiqə işləsin? Deyib pulları götürür, evinə gedir. Və pulları bir də öz evində sayır. Və qapı döyülür. Və fikirləşir Fərhad ki, görürsən bu axşam kimdir? Və qapını açandan sonra görür ki, Namiq və ağsaqqal kənd cəmaatını görür və deyir. Siz burada niyə gəlmişsiniz? Nə olub? Kənd cəmaatı deyir. Fərhad, artıq hamı sənin üzünü bilir. Fərhad deyir. Nə özü? Axı mən heç nə etməmişəm. Nə özü? Nə yalan danışırlar? Və Namiq əlindəki telefonun içindəki ağsaqqalın çəkdiyi videonu göstərir. Fərhad gözlərinə inana bilmir. Mənə siz bir yalanla demişdiniz. Siz mənə tələ qurmusunuz.
Ay cemaat, inanmayın onlara. Onlar mənə tələ qurmuşdular. Dedilər ki, axşam gəlib verin pulumu, sonra siz artıq heç bir şey söyləmək zamanı deyil, Namiq dedi. Artıq sən istədiyini edə bilərsən. Onsuz da sənə heç kim inanmayacaq artıq. Sənə verdiyim pullar da saxtadır. Boş yerə sevinmə. Sevinə bilsən. Ağsaqqal deyir. Oğlum, sənə demişdim, bunu etmə. Sən bunu niyə görə elədin? Axırı çətinlikdə qalan yenə də sən oldun. Gördünmü? Haqq, ədalət öz yerini tapır. Fərhad deyir. Çox üzr istəyirəm. Nə olar məni bağışlayın. Nə qədər desə də heç kim onu bağışlamır. Fərhad demişdim. Dövran dönər və dövran döndü. Əvvəl-axır dövran döndü və mənim dediyim həqiqət oldu. Son. Abunə olun, ailəmizə qatılın.